Subhanallah zikri. İmam Sadiq əleyhissalam buyurubdur: Bir nəfər bir gün 30 dəfə Subhanallah desə, Allah Taala ondan 70 növ bəlanı uzarlaşdırar ki, onların ən yüngülü fəqirlik bəlasıdır. İkinci faydası budur ki, qəm, qüssə, qorxu, təhlükə, çətinlik və müsibətlərdən nicat tapmağa səbəb olur. Necə ki, balığın qarnından Yunus Peyğəmbərin nicat tapmasına bu iş səbəb oldu ki, dedi: Subhanəkə, inni kuntu minəz-zalimin. Allah ona nicat verdi, necə ki buyurur: Fəstəcəbnə ləhu və nəccəynəhu minəl-qəmmi. Və sonra buyurur: Fələvla ənəhu kənə minəl-musəbbihini, lə ləbisə fi bətnihi ilə yəvmə yubəsun. Yəni, onun zikrinin bərəkəti ilə ona balığın qarnında qəm-qüssə, giriftarlıq və çətinlikdən nicat verdik. Behişdə bir ağac. Ayrı bir rəvayətdə vardır ki, bir nəfər bir Subhanallah desə, behişdə bir ağac onun üçün əkərlər. Hər vaxt vəlhəmdülillah desə, digər ağac əkirlər.